Salam 102 Xəbər Info və Inforum Xəbər TV sosial şəbəkə izləyiciləri, növbəti rayonumuz, bölgəmiz Şirvan şəhərindəyik. Şəhidlər həyata o qədər dəyər verdilər ki, başqalarının xoşbəxt yaşaması üçün canlarından keçdilər, yaşaması üçün. Şəhidlər həyatdan bezməyiblər. Şəhidlər o qədər həyatı dəyərləndirib ki, özləri həyatın daha keyfiyyətli mərhələsinə qədəm qoyub şəhadətlə və başqalarına da keyfiyyətli həyat bəxş ediblər. Deməli, şəhidin mövzusu ölüm deyil, həyatdır. Şəhidlər insanları sevən adamlardır, ona görə də ölmək əvəzinə şəhid olurlar. Bizim ən yaxşılarımız şəhid. Allah dünyasını versin, Allah size çok sabır versin. Çok sağ olun. Şehrimiz aileliydi mi yoksa? Aile 20 yaşında. Allah diğer de sabır versin. Allah validelerine sabır versin. Allah size güvenlerle rahmet eylesin. Işıklandırırsınız. Allah sabır versin. Kardeşim. Allah rahmet eylesin. Şehidimiz aileliydi mi yoksa? Subay olur. Hansı dövüşlərdə rəhmət edəcək? Ağdərədə, Ağdamda, Qocalıda. Allah sabır versin. Çox sağ ol. Allah rahmet etsin. Davanın ən qızıl çağında bunlar iştirak ediblər. 92-ci il. Allah köməyiniz olsun. Allah sabrınızı versin. Sağ ol. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Birinci növbədə qazilərimizə can sağlığı, onların valideynlərə Allah səbir versin. Allah sizin də köməyiniz olsun ki, 102 TV xəbər, Allah sizdən razı olsun, çəkirsiniz, işıqlandırırsınız. Sizlərə çox sağ olun deyirik ki, yəni ki, bu özü balaca bir şeydir. Yəni ki, bunu hər adam da eləmir, hər adam da eləmir də, yəni belə demək istəyirəm. Allah sizə can sağlığı versin, Allah şəhidlərimizə rəhmət etsin, onun valideynlərə səbir versin. Amin Allah. Mən də Allah verdi, Bağırın batalyonunda döyüşmüşəm, milli qəhrəman. Yəni biz bilirik şəhid nə olan şeydir, biz bilirik qazi nədir, biz bilirik şəhid anası nədir. Yəni Allah rəhmət etsin, Allah səbir versin hamısına. Çok sağ olun. 102 Xəbər Info və Inforum Xəbər TV'nin baş direktoru Ayzər Xudayaroğlu, müxbir Şəlalə Cəfər qızı, informator İlahə Salih qızı, Şirvan.